Mən Azərbaycandan 12% verirəm sənə. Nəyin payını, kimin payını? Yox, yəni özün bilərsən nə verirsən ver, amma Azərbaycan adından vermə. Öz adından ver. Yəni olmaz, bu qədər unutqanlıq olmaz. Hələ 6 il keçməyib, 5 ildir. Hələ şəhid anaları qaradan çıxmayıb. Hələ şəhid evladları atalarının şəklini görəndə belə deyir, hələ də gözləri yaşarır. Hələ də bizim yenə deyirəm, o şəhidlərimizin məzarlarına gedin. Yəni olmaz axı. Yəni qoyun bir torpağı qurusun da. Bax 18-ci ildə belə nə deyim, yaddaşı kəmlərin hesabına unutduq, qardaşlıq elədik, çıxartdıq başımıza, xatırız 90-cı ildə ona görə gəldilər Qarabağ işğal elədilər. Bizim aktivistlərimiz vardı, ifaçılarımız gedib İrəvanda, Ermənistan'a. Yəni ona görə, yəni qardaş, mən buradan Ermənice, Azərbaycanca musiqi, daha çox Ermənice oxunurdu. Ermənistan, Azərbaycan qardaşlığı. Sovetin siyasəti Hayastan deyilirdi bu şeylər. Hayastan və Azərbaycan dostluğu kimə xeyr elədi? Dostluq yox, hətta qardaşlığa qədər yetişdi. Kimə xeyr elədi, kimə ziyan elədi? Biz 114 min kvadrat kilometrlə Rusiyanın, SSR-nin işğalına keçdik. Ermənistanla qardaşlaşdıq, qohumlaşdıq. O qohumluqdan, o qardaşlıqdan biz 114 mindən düşdük 86 minə, onlar 9 mindən qalxdılar 28 minə. Kim qazandı bu cütləşmədən? İndi yəni yenə deyirəm, səviyyə olaraq qanunlu. Mən Mədəniyyət Nazirinin iş başına dəvət edirəm və prokurorluq iş başına dəvət edirəm. Yəni biz dostluq siyasət qardaş, mən yürütmürəm. Mən Ermənistanla ümumiyyətlə sülh müqaviləsi imzalanmasının əleyhinəyəm. Ermənistanla hər hansı bir əlaqələrin, yol əlaqəsi lap yaxşı qardaş. Biz İrandan da keçib gəlirik də. İranla belə bir çıxması, bütün hansı ki İranda bizim 50 milyon soydaşımız var, düzdür? Rusiya ilə də gedib gəlirik də. Elə hər ərazisindən keçdiyimiz dövlətlə quzağımızı açıb qardaşlarsa cütləşsə axırımız nə olacaq bizi? Yəni biz bir canfəşanlıq var. Ortada bir belə yarınmaqlıq var. Kimə yarınırsınız siz? Qatillərə mi, Paşinyana mı yarınırsınız? Mən Paşinyana təklif edirəm, bu Samirə Ermənistan xalq artisti versin. Və versin, o da geçsin orada otursun özü üçün. Erməni nə qədər istəyir qucaqlaşsın. Yerevan mərkəzində dursun, gələn gedənlə qucaqlaşsın. Olmaz belə. Bəli, bu mənim həm vətəndaş kimi, həm şəhid ailəsi kimi, həm partiya sədri kimi mövqeyimdir bu mənim. Və mən əminəm ki, mənim kimi 3500 2-ci Qarabağ müharibəsi, 15 minə yaxın 1-ci Qarabağ müharibəsi şəhid ailələri, minlərlə qazilər, veteranların tələbidir. Sən kimsən Azərbaycan adından danışırsan? Yəni bu məsələdə dövləti də, aidiyyatı qurumları da iş başına və xalqımızı da alqışlayıram, belələrinə yol vermək olmaz. Kimlərsə çıxıb orada sülh göyərçinliyi eləməsin. Nə qəşəng bir ifadə var, deyir, öz evində halva bişməyib deyə, halva şirin gəlir onlara. Bizə öz evinin halvası deyil, öz əzizinin, yaxınının tabutu gəlməyib evinə. Düzdür ya yox? Özünün tək evladını dəfn eləməyib, özünün cüt evladını dəfn eləməyib. Neçə də 4 ailə var ki, 2 qardaş, 4 ya 5 ailə var ki, 2 qardaş birgə şəhid olublar və o nəslin kökü kəsilib. Nə baxımdan yoxdur da. Tək evlad gedib evli deyil, ailəli deyil, uşağı qalmayıb. Kim? Həmin bu Givorkanyanın atası, babası özü. Özü də 19-cu illərində avtomat durub o səngərdə. Ya bir araşdır, bəlkə qucaqlaşdığın qatildir. Sən bilmirsən də, bir ehtiyatlı saxla da. Düzdür ya yox? Yəni bu məsələdə yenə deyirəm, mən çox qəzəbliyəm və xalqımız da qəzəblidir. Mən buradan hər bir reaksiya verən xalqımızın gözündən öpürəm, əllərindən öpürəm. Bəli, hamıya qarşı. Fərqi yoxdur, istər siyasətçisi, istər incəsənət xadimi, istər elm adamı, həddini aşsa Ermənistana qarşı bu cür yaltaqlıqla, bunun adı yaltaqlıqdır, başqa bir şey deyil. Yarınmaqdır. Kimə yarınırsa mənim başım çıxıb. Bu erməni xalqı ömür boyu ona buna yarınıb. Ömür boyu ona buna yaltaqlanıb. Yaltağa yaltaqlanmaq bu artıq başqa bir leveldir. Bu başqa bir mərhələ. Orada da Qazaxıstan insanlarını da ayırtmaq lazımdır. Qazaxıstan xalqını da ayırtmaq lazımdır. Mən Qazax xalqına, Qazax türklərinə, Özbək türklərinə, Türkmənistan türklərinə, düzdür, daş atan bir millətə qarşı da tavrımı qoyaram. Biz bəs Turandan danışırıq axı. Türk dünyasıyıq axı. Nətər Turanın bir qardaş öldürəni, o bir qardaş qucaqlayar onun qatilini. Qucaqlamaz. Yəni Qazaxıstan da gərək bu məsələlərdə mövqe qoysun. Qardaş, yoxdur da Ermənistan. Olmasın. Ermənistan burada bizim baxın bu qədər türk müsəlman dövlətlərinin arasında bir çıban kimi yetişib və biz indi belə dırnaqarası incəsənət xadimlərinin hesabına bu bizə təlqin edilir. Bu bizə təqdim kimlərinsə tərəfindən.
Yenə deyirəm, mən partiya olaraq siyasi mövqeyimiz Ermənistanla hər hansı bir sülh müqaviləsinin imzalanmasının əleyhinəyik. Ermənistanla paraflanan o maddələrin də əleyhinəyik. Biz Ermənistana qarşı təzminatın tərəfdarıyıq. Biz Ermənistana qarşı ərazi iddiamız var. Bəli, mən inkar eləmirəm. Yəni bizim partiyanın mövqeyi odur. Azərbaycan 114 min kvadrat kilometrdir. Zəngəzur Azərbaycandır. Dərələyəz Azərbaycandır, Basarkeçər Azərbaycandır, Göyçə Azərbaycandır. Yəni bizim mövqe budur. Yəni ikinci bir məsələdə təzminat ödəməlidirlər, tarixi torpaqlarımızın geri qaytarılmasından bağlı iş başlamalıdır və ordularını silahsızlaşdırma haqqında öhdəlik götürməlidirlər. Ondan sonra biz onlardan hansı sülhdən, hansı nədənsə danışa bilərik. Yoxsa ay Trump imza atıb da. Əvvəl də imza atmışdı da. Amerika ATƏT-in Minsk qrupu həmsədri deyildi. Fransa ATƏT-in Minsk qrupu həmsədri deyildi. Putinin iştirakı ilə imzalanan 10 noyabr razılaşması hansı bənd elə? Biz təzədən bir günə 300 şəhid verdik, antiterror əməliyyatından torpaqlarımızı azad elədik. O müqavilənin şərtlərini əlavə 300 şəhidlə elədik. BMT-nin 4 qətnaməsini 3000 şəhidlə, 3200 şəhidlə təmin elədik. Rusiya, Ermənistan, Azərbaycan üç tərəfli razılaşmasında təzədən 300 üzəri şəhidin qanunla biz təmin elədik. Orada hər hansı bir vərəqlə, kağızla, kağızla yox. Yəni bu məsələdə də mən Ermənistanla hər hansı bir yaxınlaşmanın, həddən artıq cici-bacı olmağın əleyhinəyəm. Yol gəlsinlər, keçsinlər, biz də oradan keçirik. O da bizə iqtisadi baxımdan sərf elədiyi müddətcə və Zəngəzur dəhlizi də dəhliz olaraq təmin olunmalıdır. Heç bir halda Zəngəzura Ermənistan yurisdiksiyası işləməməlidir. Ora Azərbaycan yurisdiksiyası altında olmalıdır. Və çünki biz bir dəfə görmüşük də Birinci Qarabağ müharibəsində həmin yerdən qatar keçirdi. Neynədilər? Müharibə olan kimi kəsdilər o yol. Yəni mən buradan digərlərinə, siyasi xadimlərə, iqtisadçılara, iş adamlarına, qardaş, gözünüzün önünə gətirin. Ermənistanla hər hansı bir münasibət quranda, hər hansı bir əlaqələr quranda gözünüzün önünə baxın, o 20 minə yaxın şəhid ailəsi gözünüzün önünə gəlsin. Birinci Qarabağ müharibəsi şəhidlərinə gedin baxın. İkincini indi son vaxtlar hamı bilir də, görüb baxın. Birinci Qarabağ müharibəsi şəhidləri hamısı yaddan çıxıb. Hamısı 20 yaş, 21 yaş, 22, ən yaşlısı 30 yaşlı gənc insanlardır, cavan insanlardır. Niyə biz bu itkiləri verməliydik? Niyə biz illərlə o torpaqlarımızdan ayrı qalma? Hələ də minalardan insanlar ölür. Hələ də Ermənistan bütün çirkablıqları eləyir bizə qarşı. Və nə deyirlər? Paşinyan orada olsa sülh müqaviləsi olur. Birdən olmadı. Biz niyə şəxslərə münasibət qururuq?